Həndəsi silsilə 50-dən sonranın izahını veririk. 50-ni yazmışdıq deyə 51 eynidir. 52-ci sualdan başlayaq. Deməli uşaqlar, 52-ci sualımız B1 plus B2 verib 12 və B3 bərabərdir 2B4. Deyir ki, bu sistemdən ilk 4 həddinin cəmini tap. Birinci, bu ikincidən B4'ü B3'dən asılı açıram. Yəni, B3 bərabərdir 2 vur. B4'ün yerinə yazıram B3 vur 2 üstü 1. Niyə imenli B3? Solda da B3 var. Bunlar ixtisar olsun deyə. 1 bərabərdir 2 vur 2. 2 bərabərdir 1 böl 2. Yəni 2-də 1. 2-ni tapdıq. Və bizim birinci təyinliyimiz durur. Birinci təyinliyi sadələşdirək, 2-nin yerinə 2-də 1'i qoyaq. Deməli, nə edirik? Birinci təyinliyi sadələşdirirəm. Necə? B1'i yazıram B1. B2'nin yerinə B1 vur, 2 üstü 1 yaza bilərəm. Cəmi 12'dir. Buradan B1'i ortaq çıxardıram. Qalır 1 plus 2. 2'nin də yerinə nə yazacağım? 2'də 1. Yəni B1 vur. 1 üstəgəl 0,5'də uşaqlar. 2'də 1 0,5'dir. Bərabərdir 12. Buradan isə B1 vur 1/5 bərabərdir 12'yə. 12'ni 1/5'ə bölürsüz. 12'ni 1/5'ə böləndə eləyəcək 8. B1 oldu 8. Sizdən isə istəyir həndəsi silsilənin ilk 4 həddinin cəmi S4. S4'ümüz olacaq B1 vur 2 üstü 4 çıx 1 bölünsün 2 çıx 1. Əslində mən şəxsən nə edərdim ən rahat? B1'imiz 8 isə B2'miz 2'də 1'ə vurulur da, yəni 2 bölünür 4. B3'ümüz olacaq 2, B4'ümüz olacaqsa 1. Bunları toplayardım, eləyəcək 15. Amma açıq suallarda bunu düz saymayacaqları üçün biz yerinə qoyaq. B1'imizin yerinə 8. 2'də 1 üstü 4, yəni 16'da 1 çıx 1 bölünsün 2'də 1 çıx 1. Bunu hesablayaq. 8 vur mənfi 16'da 15. Aşağıda da olacaq mənfi 2'də 1. 8 ilə 16 ixtisar gedir. 2 ilə bu 2 ixtisar gedir, qalır 15. Yəni adi hesablama qalır da sizə. İndi gələk 54-cü sual. 54-cü sualımız nədir? Deməli, B4 ilə B2'nin cəmini, B3 ilə də B1'in cəmini verib silsilənin vuruğunu istəyir. Aha. Deməli, 54. Əslində bunu bir neçə cür üsuldan tapmaq olar. B4 ilə plus B2'ni verib 18 və bir də B3 ilə B1'in cəmini verib ki 9. Mən bunları B3'dən və B1'dən asılacağım. B4'ün yerinə B3 vur 2 üstü 1 yazacağım. B2'nin də yerinə B1 vur 2 üstü 1 yazacağım. Niyə imenli B3 və B1? Məsələn, B4'ü B2 vur 2 üstü 2 yazardım. Niyə B3 yazdım? Yuxarıdakindən asılı açılır. Buradan 2'ni ortaq çıxardanda qalır B3 plus B1. B3 plus B1'imiz də burada 9 idi. 2 vur 9 bərabərdir 18. 18'i də 9'a bölürəm 2. Və yaxud belə də edilir bəzən. Bununla bunu sistemə alırlar. İkisini də B1'dən asılı açıb, birini digərinə bölüb tapa da bilərsiniz. Amma bu daha rahat üsuldur. Deməli, 56-cı sualımız B3 verib, B5 verib, B7'ni istəyir. 25-ci suallandır. Eynidir, onu yazmışdım. Ona görə yazmıram ondan. Yəni, onun əvvəllərdə çox idi. B5'i yazacaqsınız, B3 vur 2 kvadrat. 2 kvadratını tapacaqsınız oradan. B7'ni də B5 vur 2 kvadrat yaz, qoy yerinə hesabla. Ona görə ona baxmıram. 58-ci suala baxıram. 58-ci sualımız nədir? B2'ni verib 3. B3'ü verib isə 6. Fikir verirsiniz ardıcıl hədlərdə. İkinci və üçüncü hədd. Yəni 3'ü nəyə vursam 6 eləyər. Deməli 2'yə. 2 2'dən 8'də və salam. S12'ni S6'ya bölək. S12'ni S6'ya bölürəm. S12. B1 vurulsun 2 üstü 12 çıx 1 bölünsün 2 çıx 1. S6 isə B1 vurulsun 2 üstü 6 çıx 1 bölünsün 2 çıx 1. Buradan uşaqlar 2 çıx 1'ləri ixtisar elədim. B1-dən də B1'i ixtisar elədim. Qalan ifadəm oldu belə. 2 üstü 12 çıx 1, 2 üstü 6 çıx 1. Mən yuxarıdakı 2 üstü 12 çıx 1'i düşünə bilərəm ki 2 üstü 6'nın kvadratı çıx 1'in kvadratı kimi. Aşağıdakini də saxlayıram olduğu kimi. A kvadratı çıx B kvadratı müxtəsər tətbiq eləsəm, bu olur 2 üstü 6 çıx 1, 2 üstü 6 plus 1.
Məxrəcdəki 2 üstə 6 çıx 1 də öz yerində. 2 üstə 6 çıx 1-ləri ixtisar elədim. Qaldı 2 üstə 6 plus 1. 2-miz də 2-dir. 2 üstü 6 üstə gəl 1. 2 üstə 6 64. 64-ün üstünün 1-i gələndə oldu 65. Məsələn. Davam edirik. 60'ı yazmıram. 52-ci sualdan eyni sualdır uşaqlar. Sonra 62-ci sualda yazmıram. Birinci videomuzda, yəni 1-dən 50-yə qədər olan hissədə o sualdan var idi. 42-ci sual. Eyni sualdır. Yazmıram. 64-cü sualda da əslində yazılası bir şey deyil. Nə mənada yazılası bir şey deyil. Deməli 62-yə elə belə şifahi aydınlıq gətirim. Deməli ikinci hədd istəyir. A2-ni tapmaq üçün S2-dən S1-i çıxmalıyıq. S2-ni tapanda n-lərin yerinə 2 qoyacaqsınız. S1-də tapanda n-lərin yerinə 1 qoyacaqsınız. Çıxarsınız. 64-cü sualda B1 var, B3 var uşaqlar. B3'ü B1 vur 2 kvadrat yaza bilərəm. B3'ün yerinə 4 kök 2 yazıram. B1'in yerinə 64 kök 2 yazıram. Vur 2 kvadrat. Kök 2'lər getdi. 2 kvadratı bərabərdir 4 böl 64. 16'da 1. 2 kvadrat 16'da 1. 2 də olur plus minus 4'də 1. Yəni A variantı. 65-ci sualdan davam edirəm. Əslində bu da sayılı sual idi. Sadəcə ona görə yazdım ki, kök var, uşaqlara biraz gözlərinə çəki görsənir. Artan həndəsi hissənin birinci həddi 2-yə bərabərdir. B1 2-dir. İlk 3 həddinin cəmi S3 26-dır. Bu hissənin 4-cü həddini tapın. Ən rahat nə edəcəm? İlk 3 həddinin cəmi S3-də yaza bilərsiniz. Hələ S3-ün düsturunu açaq, oradan künü tapaq. Və yaxud hətta belə də eləmək olar. Uşaqlar, baxın, ilk 3 həddi, yəni B1, B2, B3-ün cəmi 26-dır. Düzdürmü? Mən buradan B1'in yazdım yerinə 2, B2'nin yerinə yazıram B1 vur 2 üstü 1, B3'ün yerinə yazıram B1 vur 2 kvadrat. Gətir B1'lərin yerinə 2'ni qoy, bir dənə kvadrat tənliyi alacaqsınız. Kvadrat tənliyi həll edib, gəlin elə yazaq, 2 vur 2, üstə gəl 2 kvadrat, yəni B1'lərin yerinə 2 yazdım. 2 kvadratı, üstə gəl 2, 2-dən 26'sını çıxdım 24. 2'yə bölürəm, 2 kvadrat plus 2, çıx 12. Viyyətə görə vuranda mənfi 12, toplayanda da mənfi 1 eləyən ədədlər mənfi 4 ilə müsbət 3'dür. Biz burada mənfi 4'ü götürməyəcəyik, çünki orada deyir ki, artan həndəsi hissədir. Ona görə Q 3'dür. Bizdən də soruşur 4-cü həddini, yəni B4'ü. B4'ü də tapmaq üçün deyəcəm B4 bərabərdir B1 vur Q'nun kubu. B1'imiz 2'dir, 2 vur, 2'miz də 3'dür, 3'ün kubu. 3'ün kubu 27, 27'ni də 3'e vurursan 54. Belə də yaza bilərik 54. Və yaxud ikinci üsul uşaqlar. İlk 3 həddinin cəmi 26'dır, S3. S3'ün düsturu, S3 bərabərdir B1 vur, 2 üstü 2 çıx 1 bölünsün 2 çıx 1 bərabərdir 26. B1'in yerinə 2'ni qoy, eyni şeydir. Vurub açacaqsınız. Yəni 2 vurulsun 2 kvadratı çıx 1 bölünsün 2 çıx 1 bərabərdir 26. 26 ilə 2'ni ixtisar elədi, burada qaldı 13. Yuxarını 2 çıx 1, 2 plus 1 kimi sadələşdirəcəm. 2 çıx 1, 2 çıx 1'lər gedir. 2 plus 1 bərabərdir 13'ə. Buradan da deməli uşaqlar tapacağıq. Bir dəqiqə səhv yazdım. Nəyi səhv yazdım? S3 bərabərdir. Burada 2 üstü 3 olmalıydı. 2 üstü 3 çıx 1 səhv olmuş oldu. Bir dəqiqə. 2 üstü 3 çıx 1 də uşaqlar kub düsturu kimi A kubu çıx B kubu A çıx B A kvadrat üstə gəl A vur B üstə gəl B kvadratı kimi yazacaqsınız. Buradan 2 çıx 1'lər gedəcək. Bərabərdir 13. 2 kvadrat plus 2 plus 1 bərabərdir 13'ə. Birdən də 13'ün çıxanda edəcək mənfi 12. Yəni eyni şeydir. Vuranda mənfi 12, toplayanda mənfi 1, mənfi 4 ilə 3 alacaqsınız. Mənfi 4'ü götürməyəcək. Çünki artan həndəsi sizdə deyil. Ona görə də Q'müz olacaq müsbət 3. Sonra da gətirib B4'ü istəyir. B4 bərabərdir B1 vur Q kubunda. Yenidən 2 vur 3'ün kubu qoyub hesablayacaq ki 54. Dediyim kimi mənə birinci soru daha rahatdır deyə elə yazdım. Kimə necə xoşdur elə də eləyə bilər. 67-ci suala baxırıq. Nədir məsələ? B3'ü verib 2. B5'i də verib 3'də 4. Mən B5'i B3'dən asılı açıram.
B5 bərabərdir. B3 vur 2 kvadrat. Niyə? 3 ilə 2 toplayanda 5 eləsin. 3-də 4 bərabərdir. 2 vur 2 kvadrat. Bu 2 ilə bunu ixtisar edək 4-ü. Qalır 3-də 2 bərabərdir 2 kvadrat. Heç 2-nü tapıram, elə belə də qalsın. 2 kvadrat kimi. İndi bizdən nə istəyir orada? Deyir, ilk 4 həddinin hasili. B1, B2, B3 və B4-ün hasilini istəyir. B3-ümüz var. Bu heç. B3-ümüz var. B1 vur. B3-ümüz var. Deməli, B2-nin yerine 2 yazacağım. B2 ilə B4-ü də B3-ün kvadratı yaza bilərəm. Baxırıq, niyə belədir? B2 ilə B4-ün ortası B3-dür. Həndəsi ortaq hissəsinə görə bu ikisi bizə B3-ün kvadratını vermiş olacaq. Oldu B3-ün kvadratı. Bir də deyirəm, B1-i saxladım. B3-ün yerinə öz ikisini yazdım. B2 ilə B4-ün ortası da B3-dür deyə o bizə B3-ün kvadratını verilmiş olacaq. Həndəsi ortaq hissəsi. B3-ümüz də var. 2-nin kvadratı. Yəni 4. Yəni alınacaq B1 vur 2 vur 4. 2-nin kvadratı yəni 4. Yəni 8 B1. Bizə B1 lazımdır. B1-i də hardan tapım? Ya B3-ü aç, B1 vur 2 kvadrat kimi, ya da B5-i. Mən B3 açacağım. B3 bərabərdir yazıram. B1 vur 2 kvadratı. Düzdür uşaqlar. B3-ün yerinə 2. B1-im yoxdur. 2-nin də yerinə 3-də 2 yazdım. Buradan B1-i tapsam 2-ni 3-də 2-yə bölürəm. Yəni 2-ni vururam 2-də 3-ə. Eləmiş olur 3. 8 vur 3. B1-i də tapdıq 3. Bu da oldu 24. Deməli, 68-ci sual belədir. 3, 6, 9 və B. Burada nə edirik? Həndəsi silsilənin həndəsi ortaq hissəsi. Ortadakının kvadratı kənardakıların hasilidir. Yəni, A kvadratı bərabərdir. Kənardakiların 3-dən 9-dur. Bu biri tərəfdən isə eyni şeyi tətbiq edəcək. 9-un kvadratı bərabərdir. 9-un qonşuları nədir? A ilə B. Buradan A kvadratı bərabərdir 27. A bərabərdir. Kök altda 27. Yəni, bu da 9 vur 3-dür. Yəni, 3 kök 3-dür. Plus minus. Plus minus 3 kök 3. A-nı tapdıq. Qaldı B-ni tapmaq. Gətir, qoy yerinə B-ni tapaq. Deməli, 81 bərabərdir. A-nın yerinə 3 kök 3 özdür. Elə müsbəti qoyaq ki, müsbət B-ni tapaq. Mənfini qoyaq, eyni şey mənfisidir. B olacaq 81 böl 3 kök 3. 81-dən 3 getdi, 27. 27 də kök 3-ə böləndə 9 kök 3. Mən bunun qaydasını öyrətmişdim. Qoşmasına da vura bilərsiniz. Və yaxud 27-ni 3-ə bölürəm 9, yanına da kök 3 artırdım, 9 kök 3. Özdə plus minus. Çünki niyə? Mən A-nın yerinə müsbət 3 kök 3 qoymuşam. Mənfi 3 kök 3 qoysam, mənfi 9 kök 3 alacağım. Deməli, cavab oldu E variantı. Davam edirik. 69-cu sual fərqlidir. Ona görə 69-u yazaq. Deməli, uşaqlar, nədir məsələ? B1 vur B11 bərabərdir kök 3 vur B9-dur. Mən indi buradan nə edirəm? B1-i saxlayıram. B9 və B11 böyüyü kiçikdən asılacaq. Yəni, B11-in yerinə B9 vur 2 kvadrat yazıram. Niyə 2 kvadratı? 9 ilə nəyi toplayım 11 eləsin? 2. Niyə mən B9 yazdım uşaqlar? Məsələn, B11-i B8 vur 2 üst-üstə yaza bilərdim. Çünki eyni olsun ki, bu B9-ları ixtisar edə bilir. Solda qaldı B1 vur 2 kvadratı. Bu da bizə B3 vermiş olur. Düzdür? Çünki 1 ilə 2-ni toplayanda 3. B3 bərabərdir kök 3-ə. İndi sizdən nə istəyir? B1, B2, B3, B4, B5-in hasili. Bu hasilinin də qaydası belə idi ki, ortadakı B3-ə neçə ədəd vurublar? 5. B3 üstü 5 vermiş olur bizə. 5 dənə ədəd vurublar deyə. Bayaq deyirsiniz ki, müəllimə, niyə məsəl üçün 67-də bu qaydadan istifadə edim? Orada 4 dənə hasil dediyi üçün ortadakı ədəd yox idi. Burada amma 5 dənə deyə ortadakı bilirik B3-dür. Neçə dənə ədədi vurublar? 5 dənə. Ona görə B3 üstü 5. Bu deyir kök altda 3 üstü 5. 3 üstü 5, 243. 243-də 81 vur 3 yazırıq. 81-dən 9 çıxardırıq. 3 də qalmış oldu kökün altında. %71 deyir ki, vurulu 3. Nəsə, həndəsilsənin eninci həddini tapın. 71. Həndəsil silsilənin eninci həddinin düsturu B1 vurulsun, 2 üstü N çıx 1-dir. Düzdür uşaqlar? B-in bərabərdir. B1-imiz 3-dür. Q-müz isə 3-də 1-dir.
3'də 1 üstündə n çıx 1. Gəlin bunu sadələşdirək. 3 vur. 3'də 1 nədir? 3 üstü mənfi 1. Yəni mənfi n çıx 1. Yəni lapisdən mənfi 1 vur n çıx 1 ilə yaza bilərsən. Bu eləyir 3 vur. 3 üstü mənfi n plus 1. Vuranda üstlər toplanır. 3 üstü 1 üstə gəl mənfi n plus 1. Bu eləyir 3'ün üstündə 2 çıx n. 1 ilə 1. 2 mənfi n də yerində olmuş oldu. 72-ci sualdan davam edirik. Nədir 72-ci sual? Bizə verib künü verib S7-ni verib B1 istəyir. Deməli uşaqlar, S7 bərabərdir. B1 vurulsun. Q üstü 7 çıx 1 bölünsün Q çıx 1. S7-nin düsturunu yazdım və verilənləri düsturda yerinə yığaq. S7-ni verib 635 bərabərdir. B1 yoxdur. Yazdım yerinə B1. Q'miz 2'dir. 2 üstü 7 çıx 1 bölünsün 2 çıx 1. Deməli 635 bərabərdir. Məxrəc 1 edir. Məxrəci yazmağa ehtiyac yoxdur. Sürəti yazaq. B1 vur. 2 üstü 7. Deməli 2 üstü 6 64. 2 üstü 7 128. 1 çıxdım 127. 635 də 127'yə bölürəm. Yer 5 dəfə. B1'im oldu 5. İndi 74-cü sualdan davam edirik. 74-cü sualımızda nə deyir? Ardıcıllıq verib 1 çıx 3'də 2 üstə gəl 9'da 4 çıxılsın 27'də 8 nəzə düzdür. Cəmini tap deyir uşaqlar. Sonsa zaman həndəsi sizlərdir. Niyə? İzah edeyim. Baxın uşaqlar, biri nəyə vurub mənfi 3'də 2 alıb? Mənfi 3'də 2. Yəni Q'su mənfi 3'də 2'dir. Ondan sonra deyir 3'də 2'ni nəyə vurub? 9'da 4 alıb 3'də 2. Görürsünüz 3'ə vurub 9, 2'ni 2'ye vurub 4. Yəni 3'də 2'ye vurula gedir. Mənfi. Q'müzün modulu 1'dən kiçikdirsə bu sonsuz azalan həndəsizlərdir. Sonsuz azalan həndəsizlərlə cəmi B1 bölünsün 1 çıx Q'dur. B1'im 1'dir. Q'müz də mənfi 3'də 2'dir deyək. 1 çıx mənfi 3'də 2 yəni 1 üstə gəl 3'də 2 edir. 1 ilə 3'də 2'ni toplayanda edir 3'də 5. 1'i 3'də 5'ə böləndə çevrilir olur 5'də 3. 5'də 3 dolmuş kəsrə çevirdim. 0,10'da 6. 76-cı sualda nədən istifadə edəcəm? 68-ci sualı oxşuyur. Həndəsi silsilənin həndəsi ortaq hissəsi. Yəni, həndəsi silsilədə ortadakının kvadratı demək, özünə qonşu olanların hasilinə bərabərdir. X çıx 3, o birisi isə X-dir. Deməli, biri X çıx 1,5'dir, biri X çıx 3'dür, o birisi isə X-dir. Deyir ki, X-i tapmaq lazımdır. Həndəsi ortadakının kvadratı bərabərdir kənardakıların hasilinə. Buranı müxtəsər kimi açıram. Bunu isə vurub açıram. X kvadratları gedəcək. X-də müsbətdir. 1 o tərəfə keçəndə mənfi olacaq. Mənfi 6x üstə gəldi 1,5x bərabərdir. 9 tərəfə gəldi mənfi 9. Mənfi 6 üstə 1,5 gələndə, yəni altdan 1,5 çıxdım. Mənfi 4,5 mənfi 9'a bərabərdir. 9'da 4,5'ə böldüm. X eləmiş. Oldu 2. 78-ci misala keçirəm. Deməli, 78-ci misalımız belədir. Künü verib bizdən istənilən budur. B3 çıx B5 bölünsün B7 çıx B9. Gəlin hələlik yuxarını B3'dən asdı, aşağını da elə birbaşa hamısını B1'dən asılacaq. Deməli uşaqlar, əslində B3'dən asılacaq, gəlin daha rahat olsun. Yuxarını yazıram B3 çıxılsın, B5'in yerinə yazıram B3 vur Q kvadratı. Niyə? 3 ilə 2'ni toplayanda 5 eləsin. B7, aşağını B7'dən asılır. B9'u yazıram B7 vur Q kvadratı. Niyə? 7 ilə nəyi toplayıram? 9 eləsin. 2'ni. Yuxarıdan B3'ü ortaq çıxardıram. B3 getdi, burada 1 qaldı. Bu birisində B3 getdi, Q kvadratı. Məxrəcdən B7'ni çıxardıram. Burada B7 getdi, 1 qaldı. B7 getdi, Q kvadratı qaldı. Bunlar getdi. B3 və B7 lazımdır bizə. İndi mən bu B7'ni B3'dən asılı açım ki, onlar da ixtisar olsun. B3'ü saxladım. B7'nin yerinə yazıram B3 vur Q üstü 4. Niyə? 3 ilə 4'ü toplayanda 7 etdi. B3 dərk etdi. Qaldı 1 böl Q üstü 4. Q'mizin də qiymətini misalda verib 3'də 1. 1 böl 3'də 1 üstü 4. 3'də 1 üstü 4 81'də 1 eləyəcək. 1'i də 81'də 1'ə böləndə çevriləcək tərsinə olacaq. 81. Davam edirik. 80. 80-ci sual. 80-ci sual yazmıram. 80-ci sualımız
Mənim bayaq yazdığım 54-cü sualla eyni şeydir uşaqlar. Sadəcə burada çıxmadı. Özünüz sadələşdirirsiniz. 81 yazacağım ona görə də. 81. Deməli, nə deyir 81-ci sualda? B-dir n plus 10 verib bizə 6 üstü 2. B-dir n plus 10. Yəni, bilinmir neçənci həddə. Bu bizə 6 üstü 2-dir. Və əslində nə edəcəyik uşaqlar burada? Bayaq dedik, hasil. Fikir verirsiniz ardıcıl hədlər. Bu bizə həmişə ortadakı və neçə ədəd vurublar? 3 dənə. Bunun kubudur. Bu nə edir? B n plus 10-un qiyməti var. 6 üstü 3-də 2-nin qüvvəti yüksəldəndə bir-birinə vurulur. 6 üstü 3-də 2-ni 3-ə vurursunuz. Bunlar gedir, qalır 6 üstü 2. Yəni 36. Ayrı baxın B1, B2, B3, B4, B5-in hasilini bizə verir B3 üstü 5. Yəni ortadakı və qüvvəti olur. Neçədən ədəd vurublarsa. Məsələn. 82-ci suala baxıram. 82-ci sual əslində bayaq yazdım 54-cü sualın sadəcə sözlə verilmiş versiyasıdır. Eyni şey deyən 80-də eyni misaldan. Sadəcə 80-də çıxmadı. Burada toplamadı. Gəlin yenə də həll edək. Deyir ki, həndəsi silsilənin birinci və üçüncü ədlərinin cəmi 20-dir. Yəni B1 ilə B3-ün cəmi 20-dir. Sonra ikinci və dördüncü hədlərinin cəmi isə 80-dir. Mən nə edirəm? Bunları yuxarıdakindən asılatıram. B2-nin yerinə B1 vur 2 üstü 1 yazıram. Çünki 1 ilə 1 toplayıram. 2 eləsin. B4-ü də B3-dən asılatıram. B3 vur 2 üstü 1. Niyə? 3 ilə 1-i toplayanda 4 eləsin. Bərabərdir 80. Buradan Q-nü 2 üstü 1 Q deməkdir. Ortaq çıxardıram. B1 plus B3 bərabərdir 80 qalır. B1-dən də B3 yerinə gətirib ifadəmi qoyuram. 20. Q vur 20 bərabərdir 80. 80-i də 20-yə bölürəm. Q olmuş oldu 4. Və salam. Davam edirik. Uşaqlar. Deməli, biz indi davam edirik. 84-cü sualımızdan. 84-cü sualımızda baxaq, verilənlərimiz. Deməli, 84-cü sualda B1, B4, B10-un hasilini verib B1, B4 və B10-un hasilini verib ki 8-dir. Sonra bizdən B3 vur B7-ni istəyir. Aha. Gəlin baxaq. Deməli, nə edə bilərik uşaqlar? B1 qalsın. B4-ü yazıram. B1 vur 2 üstü 3. Baxın, 1 ilə 3-ü toplayanda B4 eləmiş olacaq. B10-u yazacağım. B1 vur 2 üstü 9. 1 ilə 9-u toplayanda 10 eləsin. Bərabərdir 8. Neçə dənə B1-im var? 3 dənə. B1-in kubu. 2 üstü isə 12 eləmiş olur. Buradan ikisində də 3 qüvvəti var deyə 3-ü çıxardıram. Qüvvət olaraq. Yəni B1 vur 2 üstü 4-ün kubu olmuş olur. Deyərsin müəllim, niyə B1 vur 2 üstü? Uşaqlar 4-ü nəyə vurum ki 12 eləsin? 3-ə də. Deməli 3-ü götürmüşəm, sonra da B4 yazmalıyım. 2 üstü 4 yazmalıyım çaşdım. Deməli kubları götürdüm. Burada B1 qaldı. Burada üstü 4 olsun ki 2 üstü 4. Bayaqlar B4 dedim. 2 üstü 4 qalsın ki 4-ü 3-ə vuranda 12 eləsin. B1 vur 2 üstü 4 bizə neçə verəcək? B5. 1 ilə 4-ü topla. B5-in kubu 8-dirsə. B5-in özü neçədir? 2. Bunu qoydum qırağa. B5 2-dir. İndi bizdən istəyir, B5 istəmir. B3 vur B7-ni istəyir. Əslində 3 ilə 7-ni toplayanda 10 eləyirdi. O B5-in kvadratıdır. Ya da belə də düşünə bilərik. Baxın, bizdən istəyir B3 vur B7. Düzdür, neçənci sualdır bu? Bir dəqiqə 84-cü sual. Uşaqlar, belə izah edeyim. Ən yaxşısı. 3 ilə 7-nin ortası nədir? 3 ilə 7-nin ortası 3 ilə 7-ni toplayıb bölürəm 2-dir, yəni yarısı 5. Yəni bu bizə B5-in kvadratı verir. Həndəsi orta. B3 ilə B7-nin ortadakının kvadratı kənardakıların hasilidir. Yəni 3 ilə 7-nin tən ortası 5-dir. Ona görə B5-in kvadratını vermiş olur. Yəni bizə də B5-də 2-dir. 2-nin kvadratı 4. Məsələn, B3 var B7-ni tapmış oldum. Davam edirik 86-cı sualımızda. 86-cı sual. Verilənlərə B1-i verib 5. Bunu qoydum qırağa. Misala baxırıq. B8-in kvadratı çıxılsın B1-in kvadratı bölünsün B15 çıx B1. Uşaqlar, sürəti birinci müxtəsər kimi atıram. B8 çıx B1, B8 plus B1. Məxrəc B15 çıx B1. İndi gələk onu da. B15 çıx B1. İndi nə edirəm uşaqlar? B8-i yazıram B1 vur 2 üstü 7. Çıx 1.
Yenə B8 yazıram. B1 vur 2 üstü 7. Çıx B1. Burada üstə gəl B1. Məxrəci keçirəm. B15-i yazıram. B1 vur 2 üstü 14. Yəni 1 ilə 14-ü toplayanda 15 eləsin. İndi buradan B1-i çıxardıram ortadan. 2 üstü 7 çıx 1. Yenə buradan da B1-i çıxardıram. 2 üstü 7 üstə gəl 1. Aşağıdan B1-i çıxardıram. 2 üstü 14 çıx 1. Uşaqlar 2 üstü 14 çıx 1, 2 üstü 7 çıx 1, 2 üstü 7 plus 1-dir də. Yəni bununla bu ikisini ixtisar edə bilərəm. Bu B1 ilə də bu B1-i tullasam qalır B1. Yəni ixtisar eləsəm. B1-imiz oldu 5. Deməli bu ifadə 5-ə bərabərdir. Yəni bunu kəsir. B1-ə bərabərdir. B1-in də qiyməti 5 idi. 88-ci sual nə deyir? Deyir ki, əslində 88-ci sual 40-cı, yox, 42-ci suala və yaxud 62-ci suala oxşayır bir növ. Niyə? SN-i verib hazır bizə. Deməli, SN-imizin düsturuna baxırıq uşaqlar. SN bərabərdir 88-dən. 2 vur 3 üstü N çıx 2 düstur ilə verilib. Həndəsi silsilənin vuruğunu qatlayır. Birinci S1-i tapıram. 2 vurulsun 3 üstü 1 çıx 2, 6 çıx 2, 4. Bu nə deməkdir? Həndəsi silsilənin bir həddinin cəmi 4-dür. Yəni, elə B1-im 4-dür uşaqlar. Bir həddin cəmi və yaxud birinci həddinə fərq var. Bir adamın pulu, bir adamın cəmi pulu. Nə dəyişir ki, eyni şeydir? İndi gələm S2-yə. N-in yerinə 2 qoyuruq. 3-ün kvadratı 9. 9-u çevirəm 18, 2 çıxıram 16. Uşaqlar, S2 nədir? Birinci hədlə ikinci həddin cəmidir. B1-imiz 4-dürsə, 4-ün üstünə neçə gəlmişəm 16 ilə? 12, B2 16-dır. Sizdən isə uşaqlar istəyir orada 2-ni. B2-ni, 3-ünü tapmaq üçün B2-ni B1-ə bölməliyik. Yəni lor dildə desək, 4-ü nəyə vurublar 12 ilə? 3-də. Belə də tapa bilərsiniz. 12 böldür 3. Və yaxud B2-nin düsturunu yaz. B1 vur 2 üstü 1. B2 12-dir. B1 4-dür. Vur 2. 12-ni 4-ə böldün. 2 oldu 3. Belə də yaza bilərik. İndi keçirik uşaqlar 89-cu suala. Fərqli sualdır deyə yazıram. Deməli 89 nədir? Həndəsi silsilənin ilk 6 həddinin cəmi ilk 3 həddinin cəmindən 6 dəfə böyükdür. Silsilən vuruğu tapılır. Gəlin dediyini yazaq. Həndəsi silsilənin ilk 6 həddinin cəmi, deməli S6-mız. S6-mızın düsturu B1 vur, 2 üstü 6 çıx 1 bölünsün 2 çıx 1. Bərabərdir. İlk 3 həddinin cəmindən. İlk 3 həddinin cəmi B1 vurulsun 2 üstü 3 çıx 1 bölünsün 2 çıx 1. Bu N'in düsturudur. S'in bərabərdir. B1 vurulsun 2 üstü N çıx 1 bölünsün 2 çıx 1. Sadəcə dəyişən nədir? 3-cü hədd deyir yerinə 3 qoyuram, 6-cı hədd deyir 6 qoyuram. Deyir bu 6 həddin cəmi 2-3 həddin cəmindən 28 dəfə böyükdür. Vurdum 28. İndi silsilən vuruğunu istəyir. Demək uşaqlar, bax buradan bu külləri, bu B1-ləri ixtisar eləmək olar. Düzdür? İndi nə qaldı? 2 üstü 6 çıx 1, bu bir tərəfdə isə 2 üstü 28 vur, 2 kubu çıx 1. Mən burada nə edirəm? Bu 2 üstü 6 var ha. Bu 2 üstü 6, 2 üstü 3-ün kvadratı düşünərəm. Biri də 1-in kvadratı düşünərəm. Nə baş verəcək uşaqlar? Sol tərəfi A kubu çıx B kubu kimi. Yəni 2 kubu çıx 1, 2 kubu plus 1 kimi yazacağım. 2 kubu çıx 1-ləri ixtisar elədim. 2 kubu plus 1 bərabərdir 28 qalır. 28-dən 1-ini çıxıram. 27. 27-də nəyin kubudur? 3-ün. Və salam. 91-ci suala baxırıq. Əslində 91-ci sualı yazmıram. Nəyə yazmıram? 91-ci sual 68-ci sualdan eynidir. Həndəsi silsilədə ortadakının kvadratı kənarların hasilidir. Yəni 91-də olacaq 4-ün kvadratı bərabərdir A vur B. Bir də ikinci tərəfdəkinə baxanda B-nin kvadratı bərabərdir. B-nin qonşuları 4 vur 12. Buradan B-ni tap. Gətir orada qoy yerinə. A-nı tap. Sonra da böl bir-birinə. Yəni ona görə ya da qoy yazaq. Deməli buradan B kvadratı 48-dir. B bərabər olacaq kök altda 48. Yəni 16 vur 3. 4 kök 3. Əslində plus minus götürməliyim. Yazmıram. Niyə?
B müsbət olsa A da müsbət olacaq. B mənfi olsa A da mənfi olacaq. Mənfi mənfiyə böləndə müsbət edir, müsbəti müsbətə bölsəm də müsbət edir deyə fərq yoxdur. B oldu 4 kök 3. Niyə? 16 vur 3 yazdım, çıxartdım. Buradan 16 bərabərdir A vur, B-nin yerinə yazdım 4 kök 3. Buradan A bərabərdir 16 böl 4 kök 3. Bundan bu getdi, qaldı 4 böl kök 3. Səndən də istəyir B-ni A-ya bölməyi. B-ni A-ya bölək. 4 kök 3-ü bölürəm 4 böl kök 3-ə. Böləndə birinci qalır, yəni 4 kök 3 qalır, ikinci tərsinə vurulur. 4-lər getdi, kök 3-ü kök 3-ə vuranda 3. Sonra. 92. 92 84-cü misaldan eyni şeydir. Başınızı işlədərsiniz. 93 82-nin çıxma versiyasıdır. Yəni yuxarıdakı ya da gəlin yazaq. Ya da yazmıram. Yuxarıdakı B4-ü B3 vur Q yazırsan, B2-ni də B1 vur Q yazırsan. Oradan Q-nü çıxart, B3 çıx B1 alasın. B3 çıx B1 də verib də 16 qoy yerinə hesabla. 94-cü sual baxaq. Nədir 94-də? Hasilləri 64, ədəd ortaları 4, 3-də 14 bərabər 3 ədəd həndəsi silsilənin ardıcıl hədləridir. Aha. Deməli, həndəsi silsilədə B1, B2, B3-ün hasili 64-dür. Bu bizə B1, B2, B3 bizə verirdi B2-nin kvadratını. Demişdik, B2-nin kubunu. Niyə? 3 dənədir, ortadakı B2-dir. Ona görə B2 ortadakı 3 dənədir kubu. 64. 64 nəyin kubudur? 4. B2'miz 4'dür. Bunu tapdım. Hədlərinin ədəd ortaları 3-də 14'dür. Bu nə deməkdir? Uşaqlar, bu deməkdir ki, toplayıb 3-ə böləndə bunların alınır 3-də 14. Bir də deyirəm. Həndəsi o ədəd orta nədir? Ədədlərin cəmi yarısıdır. Yəni B1, B2, B3-dürsə, ədəd ortanı topladı, ədədləri toplayıb sayına bölürəm. 3 dənə ədəddir deyib, toplayıb. 3'ə böləndə alın 3'də 4. Buradan 3'də 4'lər gedəndə, yəni B1, B2, B3-ün cəmi 3'də 14'dədir. 14. Uşaqlar, B2 4-dürsə, belə qalır ki, B1 ilə B3-ün cəmi 10'dur. Bu 4-dürsə. O bir ikisi 10. İndi bizdən nə istəyir? Bu ədədlərdən ən böyüyünü tapmağı istəyir. Əslində görünür, bu 2'liyi, bu 8 olacaq. Niyə? 2 olsun ki, 2 vurublar, 4, 4, 2 vurublar, bu 8 eləsin. Amma yenə də gəlin hesablamamızı edək. Necə edək uşaqlar? Deməli, əvəz etmə eləyə bilərsiniz. Bilmirəm, necə istəyirsiniz də. Yəni, əslində bir neçə üsul fikirləşmək olar. Baxın, B2-ni gətirib mən burada yerinə qoysam, B1 vur 4 vur B3 bərabər də 64. 64'ü 4'ə böləcəm, eləyəcək 16. İndi hansı ədədlərdir? Toplayanda 10 eləyər, vuranda 16 eləyər. 2 ilə 8-dir də. Toplayanda 10 eləyər. Viyyətə görə də elə bil ki, bir növ. Toplayanda 10, vuranda 16. Deməli, bunlar alınır 2 ilə 8 uşaqlar. Vuranda 16 edir, toplayanda da 10 edir. Həqiqətən də həndəsi silsiləməyə gətirir də, baxın. 2, 4, 8, 2 vurula gedir. Sizdə də bunlardan böyüyünü istəyir. Böyük olacaq 8. Davam edirik 95-ci sualına. Baxın, 95-ci sualımızda nə deyir? 95-ci sualımızda deyir ki, uşaqlar, B1, B2, B3'ün cəmi 6'dır. Dediyini yazıram. B1, B2, B3'ün cəmi 6'dır. B4 çıx B1 isə 18'dir. Silsilənin vurulunu istəyir. Gəlin, bunu sadələşdirək birinci. B1, B2'ni yazıram B1 vur 2. B3'ü yazıram B1 vur 2 kvadratı bərabər də 6'ya. Buradan B1'i ortaq çıxardaq. Qalır 1 plus 2 plus 2 kvadratı bərabər də 6. Bunu hələlik saxlayıram. İndi mənim ikinci şərtim var. B4 çıx B1 bərabər də 18. Və bunu istifadə edəcəm. Nə edəcəm? B4'ü yazıram B1 vur 2 kubu. Çıx B1 bərabər də 18. Yəni sadəcə B4'ü B1 vur 2 kubu yazdım. Buradan B1'i çıxartdım ortaq. Qalır 2 kubu çıx 1. Uşaqlar 2 kubu çıx 1'i də kub üstünü kimi açıram. A kubu çıx B kubu, A çıx B, yəni 2 çıx 1. A kvadrat, yəni 2 kvadrat, A vur B, yəni 2 vur 1, üstəlik 1'in kvadratı. Gətirirəm uşaqlar. B1 ilə, bax bu 2 kvadrat üstəlik 2 üstəlik 1'in yerinə nə yazacağım? 6. 6 vurulsun, 2 çıx 1 bərabər də 18. 18'i 6'ya bölürəm. 2 çıx 1 oldu 3.
3'ün üstünə 1 gəlirəm. 2 oldu, 4. Biz o. Deməli 96 da eyni ilə 97-ci sualımıza baxırıq. 97-ci sualımız. Deməli, nə deyir 97-ci? Deyir ki, B3 ilə B2-nin hasilini verib, B7 ilə B8-nin hasilini verib, B6 ilə B9-un hasilini istəyir. Aha. Bax, görək nə edə bilərik. Hə. Deməli, əslində uşaqlar rahat bir şeydir. Nə mənada rahat? B3 ilə B12-nin cəmi bizə bunu verir. B7 ilə də B8-in cəmi hasili daha doğrusu 9x + 12. Mən deyirəm, bunlar bir-birinə bərabər. Deyə say mənim hardan bilirsiniz? 3 ilə 12, 15 edir. 7 ilə 18, 15 edir. Yəni, bunlar bir-birinə bərabərdir. Yəni, mən x kvadrat üstəgəl 8x-i 9x + 12-yə bərabər edə bilərəm. Belə başa düşməlisə onların bərabərliyini. Gəlin sadələşdirək. B3 vur B12-ni yazıram. B1 vur 2 kvadratı. Düzdür, bu bizə B3 verir. B12-ni də yazıram. B1 vur 2 üstü 11. Edir B1-in kvadratı 2 üstü də 14. Gəlin B7 vur B8 yazıram. B7-ni yazıram. B1 vur 2 üstü. B8-i yazıram. B1 vur 2 üstü 7. Bu mənə B1-in kvadratı 2 üstü də 6 ilə 7-ni toplayanda edir 13. Burada 2 ilə 11-i toplayıb 14 yazmışam. 2 ilə 11-i toplayanda 13 edir. Deməli, bunlar görürsünüz bir-birinə bərabərdir. Yəni, mənim dediyim həqiqətən də doğrudur. Yəni, belə uzatmağa ehtiyac yox idi uşaqlar. Baxın, hazır 3 ilə 12, 15 edirsə, 7 ilə 8 toplayanda 15 edirsə, deməli, bunlar bir-birinə bərabərdir. Və həndəsizlərin elə bir xassəsi var. Yəni, bununla bunun cəmi ilə bərabər olarsa, onların hasilləri eynidir. X kvadrat üstə 8x bərabər edirəm 9x + 12. Bu edir x kvadrat plus 8x çıx 9x çıx 12 bərabərdir. X kvadrat çıx x çıx 12 bərabərdir. Vuranda mənfi 12, toplayanda da müsbət 1 edirsə 4 və mənfi 3-dür. Vuranda mənfi 12 edir, toplayanda isə müsbət 1 edir. Sizə də deyir ki, x bölü 0. Yəni müsbətdir. Mənfi 3 getdi. X-imiz oldu 3, 4. Bizə də istəyir B6 vur 9. Uşaqlar, baxın, 6 ilə 9 edir 15. Yəni elə bu da bunlara bərabərdir. Yəni elə 9x + 12-yə bərabərdir. Ya da ki, x kvadrat üstəgəl 8x-ə bərabərdir. Eyni şey. X-i də 4 tapdığımız üçün qoydum yerinə. Bax, bir də deyirəm, 6 ilə 9 15 edir. Yəni 7 ilə 8 15 edir. Yəni elə bu buna bərabərdir. X-imiz də 4-dürsə, 4 vur 9 36. 36-nın üstünə 12 gəldim. 48 və salam. 99-cu sual. Dərsdə izah eləmişdim. Gəlin bir də izah edelim. 99-cu sualımız. Sual belədir. S bərabərdir. 6-da 1 üstəgəl 2 böl 6-nın kvadratı, 3 böl 6-nın kubu, 4 böl 6 üstü 4 olacaq. Yəni bu formada davam edir. 5 böl 6 üstü 5, 6 böl 6 üstü 6 nəsə davam edir. Axırıncı n böl 6 üstü n hələ davam edir uşaqlar. Deyir S5-i tap. Baxın, belə deyirəm. S5-i tapmaq üçün mən deyirəm ki, S6-dan S çıxmalıyam. Eyni şeydir də, S6-dan S çıxanda qalır da 5S. İndi mən S6-nı tapım. S6-nı tapmaq üçün S6 deyəndə 6S. 6S-dən S çıxanda 5S qalır. 6S tapmaq üçün bunları 6-ya vurmalıyam. Gəlin bura. 6-da 1-i 6-ya vururam 1. 2 böl 6-nın kvadratını 6-ya vuranda 6-nın 1-i gedir, 2 böl 6 qalır. 3 böl 6-nın kubunu 6-ya vuranda 6-nın 1-i ixtisar olunur, 3 böl 6-nın kvadratı qalır. 4 böl 6 üstü 4-ü 6-ya vuranda 6-nın 1-i gedir, 4 böl 6-nın kubu qalır. Yenə bunu da 6-ya vuranda 6-nın 1-i gedəcək. Yenə eyni qaydayla bu formada nəsə davam edəcək. İndi dediyimiz kimi 5S-i tapmaq üçün 6S-dən S-i çıxmalıyam. Və bundan bunu çıxmalıyam. Uzun sözün qısası. Baxaq. Nə olur? 6-da 1 üstəgəl 2 böl 6-nın kvadratı, 3 böl 6-nın kubu, 4 böl 6 üstü 4. Üstəgəl nəsə n böl 6 üstü n çıx. İndi çıxıram S-i. Yəni 1 dəqiqə. Tərs yazdım. 6S-dən çıxmalıydım. 6S-im buydu uşaqlar. 1 üstəgəl
gəl 2 böl 6, 3 böl 6'nın kvadratı, 4 böl 6'nın kubu, üstə gəl nəsə n bölünsün. Bir çıxırıq indi uşaqlar. S-i. 6 S'imiz budur. Tərs yazmışdım, ona görə dəyişdim. Yəni çaşıb S-dən 6 S çıxırdım. 6 S-dən S çıxmalıyam. Çıxıram indi S. S-imiz budur. 6'da 1. Çıx 2 bölü 6'nın kvadratı. Deməli, niyə çıxanda işarələr dəyişir. Çıx 3 bölü 6'nın kubu. Çıx. Məsələ S-imiz. Nəsə bu formada davam edir. Axırıncı da n böl nöqtə 6 üstə n. İndi nə baş verir uşaqlar? Bu 1'ə dəymirəm heç. Bu 1 dursun. 6'da 2'dən 6'da 1'i çıxanda. Gelir 6'da 1. Bundan bunu çıxıram. Niyə bundan bunu? Uşaqlar məxrəcləri eynidir. Məxrəcləri eyni olan kəsrlərə çıxanda məxrəc qalır, sürətlər çıxılır. 3'dən 2'sini çıxıram. 1 məxrəc də qaldı 6'nın kvadratı. İndi bundan bunu çıxıram. İkisinin də məxrəci 6'nın kubudur. 6'nın kubu qalır, sürətlər çıxılır. 4'dən 3'ünü çıxıram 1. İşte gəl nöqtə. Yəni eyni bundan çıxanda uşaqlar sürətdə nəsə də 1 bölünsün 6 üstə n qalacaq. N çıxdı nəsə də qalacaq. N olsun. Fərq yoxdur. Yəni davam edir olsa o nöqtə. Məsələ orasında bu bizə nə verir? Sonsuz azalan həndəsi sistem. Fikir verirsiniz 6'da 1'ə vurula gedir. 1'i 6'da 1'ə vururam. 6'da 1, 6'da 1, 6'da 1'ə vururam. 6'da 1'in kvadratı. 6'da 1'ə vururam təzədən 6'da 1'in kubu davam edir. Deməli sonsuz azalan həndəsi sistem. Sonsuz azalan həndəsi sistemdə cəmini düz durub B1 bölünsün 1 çıxır. B1'imiz burada 1'dir. Q'müzdə 6'da 1'dir. Dediyim kimi hər dəfə 6'da 1'ə vurula gedir. Deməli bu edir 1 böl 6'da 5. 1'dən 6'da 1'in çıxanda 6'da 5. 1'i də 6'da 5'ə böləndə çevrilir olur 5'də 6. 6'da 5'ə bölürəm 1,2. Vəssalam. Cavabımızı tapmış olduq. Davam edirik uşaqlar 100-cü sualda. Deməli əslində 100-cü sual rahat bir sualdır. Sonsuz azalan həndəsi hissədə B1'i də verib, Q'nü də verib, cəmini istəyir. Mən indi bunun Q'nü də yazmayacağım, birini yazacağım sizin üçün. 100'ün birincisi. Deməli B1'im 3'dür. Q'm də -2'dədir. Səndən S istəyir. S bərabərdir. B1 bölünsün 1 çıx 2'dir. Sonsuz azalan həndəsi hissədə. Deməli B1'im 3'dür. 1 çıx 2'də 1, yəni 1 böl 2'də 1 edir. Bu edir 3 böl 1,5. 3'də 1,5'e böldüm 2. Yəni birinciyə aid oldu D variantı. Sonra davam edirəm 100'dən daha yazmıram. Uşaqlar özünüz yazarsınız. Eyni misaldır. 102-ci sualına. 102 birincisi. Deməli BN bərabərdir. 3 vurulsun 2 üstü N. Vuruq istəyir. Burada üstü qüvvət nədir? 2 üstü. Yəni 2'yim 2'dir. Vəssalam. 1 oldu C. İkinci. BN bərabərdir. 3 vurulsun 2 üstü mənfi. 2 üstü mənfi. 2 üstü mənfi. Yəni 2'də 1. 2'yim oldu 2'də 1. Yəni 0,5. İkinci oldu D variantı. Üçüncü. 2 vur 3 üstü N'li beğeniniz. 3 üstü N'li değil. Q'müz 3. Bu da oldu A variantı. Deməli 1'ə C, 2'yə D, 3'ə də A variantı olmuş oldu. Və salam.